Hal-hazırda Tovuz rayonunun qəhrəman kəndlərindən biri olan Əlibəyli kənd məzarlığındayıq. Bugün 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan, qəhrəman igidlərindən olan Həsənov Sərxan Habiloğlunun doğum günüdür. Bizler de Tovuz Turan Şəhid Ailələri Birliyi adına gelmiş bugün Sərxanımızın ziyaretine. Allah ruhunu şad eləsin. Allah doğumlarına səbir versin. Ad günün mübarək olsun. Qəhrəman oğul. Bir bayramda ne hediye gözlüydüm aslında. Gün bunu aldım. Hepsine yaşadım. Hayır bir Allah'ın gününü çek kızma artık adıdır bayramına ya. Hazır böyle kızma orta ağlayına bazen. Sen benim hediye veriyorsun. Ben olmayan sevmedim gidiyorsun. Ay ben seni istiyorum artık. Hani işte benim artık. Ben sensiz duramıyorum hayatım. Ben sensiz yaşayamıyorum artık. Hayatına kurban olayım artık. Hakan beni mi gördün burada artık? Beni de yargılan artık. Hayatımı etmeye koymuşum beni de buraya artık. Bu dünyada sevilen ben sensiz yaşayamam. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Çok sağ olun. Bugün Bugün yayınlarım doldurmuş. Allah razı olsun. Her birinizden. Bugün ben siz yadiliğinden balam bugün yanında olduğunuz için her birinize teşekkür ediyorum. Allah her birinizden razı olsun. çox sağ olun. Bizə valla təşəkkür etmək, biz sizə nə qədər təşəkkür də etsək, sizə nə də etsək, sizin o içinizdə olan o yanğını heç bir zaman heç nə əvəz eləməz. Onu mən çox yaxşı başa düşürəm. Allah ruhunu şad eləsin. 8 Mart üçün sizin üçün bir vaxtlar hədiyyə olan oğul bu günləri daha da böyük bir zirvədədir. Şəhidimizdir. Hər bir insanın, hər bir Azərbaycanın, özünü bilən Azərbaycanın, özünü tanıyan Azərbaycanın baş tacıdır. Allah ruhunu şad eləsin. Amin. Siz heç vaxt ağlamayın. Siz həmişə qürurlu olun. Düzdür, çətindir, dözmək olmur. Amma qürurlu olun həmişə. Çünki sizin evladınız sizin üzünüzü saçınız kimi ağartdı. Yəni sizin üzünüz həmişə ağır. Azərbaycan üçün, bizlər üçün, hər kəs üçün canını fəda elədi. Yəni hər kəsin, şəhidin haqqı var hər kəsin üzərində. Hər birimizin, hər bir Azərbaycanın üzərində şəhidin haqqı var. Allah ruhunu şad eləsin cəm şəhidlərimiz. Amin. Buyurun. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi uğrunda ən yüksək zirvəni, əbədi yaşarlıq zirvəsini fəth etmiş şəhidlərimizə Allah Taala rəhmət eləsin. Onları qəhrəman ruhda, vətənpərvər səviyyədə böyüdərək vətənimizin müdafiəsinə yönəltmiş hər bir şəhid anasına, şəhid atasına Allah can sağlığı, uzun ömür versin. Bir etmək lazımdır ki, bugün ad gününə yığışdırılmış şəhidimiz Həsənov Sərxan Habiloğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Azərbaycan Respublikasının 20 illik tarixini qurub yaratmış, Azərbaycanın 21-ci əsr tarixinə Qurtuluş dahisi olarak daxil olmuş Cənab İlham Əliyevin komandanlığı ilə gedən 2-ci Qarabağ müharibəsində
şəhidlik zirvəsini fəth etmiş və həmin müharibənin ilk günlərindən etibarən qəhrəmanlıq, cəsurluq, döyüşkənlik nümayiş etdirərək vətən yolunda Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda canını qurban vermiş şəhidlərimizdən biridir və ilk şəhidlik zirvəsini fəth edən şəhidlərimizdəndir. Qeyd etmək lazımdır ki, Sərxan Azərbaycanımızın ən dilbər güşələrindən olan Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəli kəndində, Qəhrəman Əlibəli kəndində qəhrəman ruhda, vətənpərvər ruhda böyümüşdür. Yəni ki, 30 il ərzində Əlibəli kəndi düşmənlə üzbəüz dayanmışdır. Düşmənə qarşı çox əks müqavimət göstərmişdir və hər bir gəncdə, Sərxan kimi yüzlərlə, minlərlə gənclər çox böyük vətənpərvər his formalaşdırmışdır. Yəni mən də vaxtilə bu kəndin qəhrəmanlığı haqqında çoxlu çıxışlar eləmişəm və təhvil vermişəm ki, bu kəndə qəhrəman kənd adı verilsin, eyni zamanda bütün kommunal xərclərdən azad edilsin. Ona görə ki, qərb bölgəsinin təhlükəsinin təminatçısı Əlibəli kəndi olmuşdur. Yəni düşmənlə üzbəüz istiqamətdə dayanmışdır və mən bir neçə dəfə nümayəndələrlə, dövlət nümayəndələrlə və digər şəxslərlə sərhəd bölgəsində olmuşam və bu kəndin qəhrəmanlığı haqqında ali dövlət və hakimiyyət orqanlarına geniş məlumatlar vermişəm. Yəni demək istəyirəm ki, Sərxan belə bir mühitdə formalaşmış, inkişaf eləmiş gənclərimizdir. Ona görə də bu şəhidlik zirvəsini hökmən fəth etməlidir. Bu qarşısına qoyulan məqsəddir ki, Azərbaycan Respublikasının işğaldan işğal altında torpaqlarının işğaldan azad edilməsi üçün yenə lazımdır, vuruşmaq, döyüşmək lazımdır və bu istiqamətdə də canlı vətən yolunda Azərbaycan Respublikasının bütövləşməsi yolunda ərazilərimizin işğaldan, erməni tapdağından işğal edilməsi üçün canlı qurban vermişdir. Yəni şəhidlərimizin Azərbaycanın tarixində, Azərbaycan Respublikasının 21-ci əsr tarixində əvəzsiz xidmətləri vardır. Xidmətləri və rolu vardır ki, yəni 200 illik tarixi əhatə edən erməni işğalına qarşı çox ciddi şəkildə həyata keçirilən döyüşlərdə iştirak ediblər bunlar. Yəni 21-ci əsr tarixində bunların tarixindən, bunların dövrünə bu məsələnin həll edilməsi, təsadüf edildiyində, bunların tarixi yazıldığına görə də bunlar da bu məsələnin ötəsində layiqincə gəlmişlər. Yəni demək istəyirəm ki, dünya ölkələrinin, dünyada mövcud olan beynəlxalq təşkilatların erməni işğalına qarşı, Ermənistanın işğalçı siyasətinə qarşı beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq, eyni zamanda Birləşmiş Millətlər Təşkilatı nizamnaməsinin tələblərinə uyğun olaraq, yəni nizamnamənin 39-cu maddəsinin tələblərinə uyğun olaraq işğalçı, təcavüzkar, soyqırımcı cinayət törətmiş ölkə barəsində nizamnamənin 6-cı, 7-ci fəsillərinin tələblərinə uyğun olaraq və eyni zamanda Birləşmiş Millətlər Təşkilatının 1967-ci 18 dekabr tarixi qəbul etdiyi 2330 sayılı və 1974-cü ildə qəbul etdiyi 3314 sayılı qətnamələrin tələblərinə uyğun olaraq Ermənistan Respublikasını beynəlxalq cinayət törətmiş ölkə olaraq tanınmadığına görə, elan edilmədiyinə görə yəni demək istəyirəm ki, beynəlxalq təşkilatların, dünya dövlətlərinin, ən böyük ölkələrin həll edə bilmədiyi məsələləri Sərxan kimi millərlə qəhrəman iki doğullarımız Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrimiz Ali Baş Komandanı, müasir Azərbaycanın qurucusu və banisi cənab İlham Əliyev rəhbərliyi ilə 44 gündə həll etmişlər. Yəni Azərbaycan xalqı bütövlükdə Sərxan kimi millərlə şəhidlərimizlə, onların qəhrəmanlıq tarixi ilə, vətən qarşısında xidmətləri ilə həmişə öyünürlər, qürur keçirirlər. Şəhidlərimiz bizim qürur mənbəyimizdir. Və vaxtilə müdrik rəhbərimiz demişdir ki, şəhidlərimizin uyduğu məzarlar, onların yerləşdiyi ərazilər Azərbaycanın ən müqəddəs torpağıdır, ən müqəddəs yeridir. İnam, etiqad,
etibar yeridir. Yəni ziyarətgah yeridir. Və Azərbaycanın ən böyük, ən qüdrətli abidəsidir, ən əzəmətli abidəsidir. Ona görə də şəhid abidələri daim hər an ziyarət edilməlidir. Onların qəhrəmanlığı döyüş yolu barəsində ictimaiyyətə, eyni zamanda gənclərə, məktəblilərə həmişə geniş məlumat verilməlidir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Onları qəhrəman ruhda böyüdən, vətənpərvər ruhda tərbiyələndirən atalara, analara Allah Teala can sağlığı versin, səbir versin, təmkin versin. Onlar həmişə başlarını uca tutmalıdırlar. Ona görə ki, belə bir qəhrəman oğullar böyüdüblər vətən yolunda. 50 milyonluq Azərbaycanlının başına bunlar ucalıq bəxş edib. Nəinki bir neçə şəxsin, Azərbaycan Respublikası arasında yaşayan 10 milyon əhalinin, dünyada yaşayan Azərbaycanlılarının, Türk dünyasının, tərəqqipərvər bəşəriyyətin başına bunlar ucalıq gətiriblər. Ona görə də bizim hər birimiz şəhidlərimizlə fəxr etməliyik. Və dünya ölkələrin liderləri də və Azərbaycana qarşı dostluq, qardaşlıq, müttəfiqlik münasibətlərində olan Türkiyə Respublikasının prezidenti, hörmətli Rəcəb Tayyip Erdoğan Azərbaycan şəhidlərinin, Azərbaycan gənclərinin, Azərbaycan ordusunun 44 günlük vətən müharibəsindəki qələbəsinə, qəhrəmanlığına çox böyük qiymət vermişdir və əsasən də şəhidlərimizin fəaliyyətinə, onların qəhrəmanlığına həmişə yüksək qiymət verərək onlara həmişə rəhmət diləmişdir, onlara etiramını bildirir həmişə. Və bugün də onların fəaliyyətini yüksək qiymətləndirir. Allah cəmi şəhidlərimizə bir daha rəhmət eləsin. Amin. Mənim sözüm tutardı həyatım. Mənim heç bir sözüm qalmadı. Allah'tan bütün narazılığım odur ki, mağdur evlat vermişti, o da benden aldı. Yer cennet Benim olsun. sözümün bittiği yerdi. Bunu öğreten oğlanda yaratmışsan sabır et. Bir ana ki evladının iyini alabilmeyen ananın hansı sözü olacak? Benim sözüm tutardı. Allah rahmet eylesin. Ben evladımı kucaklayıp iyini alabilmeyemse benim ne sözüm olacak bu dünyada? Allah da bize de ölüm istəyirəm ki oğlumla qoşum. Elə demeyin, elə Ailəsini demeyin istəmirəm, Samir Hanım, həyatda. elə demeyin. Allah sizə uzun ömür can Allah sağlığı benim versin. ardıma çatdırsın. Az şey elə demək ki, Ay,